Burnunuz tez tutulursa size pis haberim var. Bu zökəm değil, beynin çökməsi deməkdir. Bəli, düz eşitdiniz. Burnunuz aylarla havasız qalanda beyniniz oksigen çatışmamazlığı yaşayır və hipertermiyaya məruz qalır. Nəticədə yaddaş azalır, diqqət dağılır, emosiyalar nəzarətdən çıxır. Sən artıq əvvəlki sən deyilsən. Halsız, yorğun, əsəbi, gərgin birinə çevrildiysən və hələ də bunun səbəbinin nə olduğunu bilmirsən. Damar daraldıcı spreylərdən, damcılardan istifadə edib bu problemə bir dəfəlik son qoya biləcəyini düşünürsən, amma qoya bilməyəsən. Çünki sən allerjik rinitdən əziyyət çəkirsən. Bəs allerjik rinitdən necə qurtulub bu problemi bir dəfəlik kökündən həll eləmək olar? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Sinisol Ectoin sprey alırsan. Sinisol Ectoin sprey tərkibindəki dəniz suyu və Ectoin maddəsinin köməyi ilə istifadə edildiği zaman burun tıkanıklığın anında açır ve bu tıkanıklığın tutulmanın esas sebebi olan alerjik rinitin mualicəsinə yönəlir. Bunu bilirsiniz necə eləyir? Tərkibindəki ektoin burnun selekli qışasının həssaslığını aradan qaldırarak üzərində qoruyucu bir təbəqə yaradır. Nəticədə tutulmanın və allergiyanın əsas səbəbi olan tozluqların selekli qışaya düşməsinin önləyir. Yəni ki, həm sizin burnunuzu açır, həm də burun tıkanıklığınızın səbəbi olan allerjik riniti aradan qaldırır. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib, köməkli göstərib həm aptekə, həm də sizə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki üstəgələ işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczacınız balıq olanda hər zaman sağlam qalasınız.